Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu hayru nasirin ve mu'in ve sallallahu ala seyyidina ve nebiyyina ve alihi tahirin ve lanetullah ala adaihim ecmain minel an ila liqai yevmiddin nehmeduhu ve nesta'inuh Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu kavli Sadaqallahul aliyyul azim. Allah Teala ibadet taatimizi kabul eləsin, bizi beğendiği bendelerden qərar versin. Dünya ve ahiret peygamber ve ehl beytinin ziyaret ve şifaatini nasip eləsin. İnşallah xəstələrimizə şifa versin. Çətinliklə olanlara kömək olsun. İltimas dua edənlərin dualarını kabul eləsin. Ağa İmam Zamanın zuhurunu təzir eləsin. Bizi dağını tanıyıb ona kömək eləyib, onun qarşısında şəhid olanlardan qərar versin inşallah. Söhbətimiz 99-cu xütbədə axır hissələrində idi. Əleyhissalam dünya və dünya əhlinin barəsində danışırdı. Bu axır hissələrdə Həzrət dünyanın da insanların başına gələn hadisələrdən, dünyada insanların hansı halda olmalarının bir neçə hissəsinə, cəhətinə işarə edib, buyurur ki, əvələstum tərəvunə əhləd dünya yusbihunə və yumsunə əla əhvalin şətta. Görmürsünüz dünya əhlini ki, gecə gündüz, yəni ömürləri ki, yusbihun sübh eləyirlər, yamsun gecələyirlər, yəni günləri keçirlər, ruzgarları keçir, əla əhvalin şətta, müxtəlif formada, hərə bir cürət. Sonra misallar var, fəməyyitün yubqa, bir dəstə insanlar ölüblər, hələ üstlərində ağlaşılır. Fəməyyitün yubqa. Bir dəstə adam da ölüb, üstündə şüvənd. Və axəru yuəzza. Bir dəstə adamlara baş sağlığı verilir. Bunların nəysə dünyasını dəyişib. Bir dəstə hələ dəfn olunmayıb, üstündə ağlaşmadı. Bir dəstə dəfn eləyib, cəmaat gəlib onlara baş sağlığı verir. Və zəri'un mübtəlan, bir dəstə var, xəstədir, yataqdadır, yataq xəstəsidir. Və aidun yaud, ki, cəmaat gəlir, iadət eləyir, gedir, Allah şifa versin deyir. Yaxşı, çıxan da elə deyir, məsələn, 5 günü qalıb, 10 günü qalıb, nə bilim, 1 ay qalıb, çox çəkməz, nə, hamı baxır da insanlar, insanın əhvalına. Düz deyə hamı deyir, bir can onda var, bir can məndə var, bilmirik kim tez öləcək. Amma belə təbii qaydaya baxanda, biz tez də ölsək, gec də ölsək, bu da yüzü ayanadır. Çıxandan sonra hamı bir-birindən danışır. Ya biri soruşanda getmişdim filan kəsin yanına, deyir, necə olacaq da, ölüm yatağında. Bir dəstə də belədir, ölüm yatağındadır. İnsanlar gəlirlər, iadət eləyib gedirlər. Və axəru bi nəfsihi yəcud. Bir dəstə var, bundan da oyanadır. Can verir. Elə öz canı ilə əlləşir, can verir o yataqdan. Bir dəstə biraz bundan qabaqdır və talibun dünya. Dəstə insanlarda var, öləndə görürlər ki, məsələn, ölüb üstündə hay-həşirdir. Dəfn edib, gəlib, baş sağlığı alır, onu da görürlər. Bir dəstə qəbrəstanlıqda dəfn edir. Bir dəstəni görürlər, məsələn, yataq xəstəsində, yataq, ölüm xəstəliyində yatır. Bir dəstə ondan da ağırdır, can verir. Bir dəstə də və talibun dünya. Hələ dünya tələbindədir, dünya axtarışındadır. Dünyanı elə hələdir, bərk-bərk. Eşitdi filan kəs ölüdür, bu işimi qutarım gəlib. Bu işimi qutarım gəlib. Ya məsələn, can verir, səni istəyir. Gedəcəm sabah. Abi səni istəyir, deyir, sabah gedəcəm. Sabah durur, görür ki, neçini dəfn ediblər, heç xəbər də yoxdur. Ya heç sabah özü durmur. Və talibun dünya. Vəl mautu yətlubuhu. Xəbəri yoxdur, ölüm də onu tələb edir. Bu dünyanın dalıcan qaçır, ölüm də onun dalıcan qaçır. Bunun dünyaya yetişməsi hələ məlum deyil. Bu dünyada istəyinə çatacaq, çatmayacaq. Amma ölüm 100% istəyinə çatacaqdır. O yəqinidir. O qədər dünyada arzular qalıb adamın ürəyində. Heç birinə çatmır. Bəli, Aleyhisselam deyir ki,
Ərəftullaha bi fəsxil əzaim. Məqsədlərimin, iradələrimin sınmağı ilə Allahı tanıdım. Görüm ki, mən istəyirəm bu işi görəm, başqa iş çıxır ortalığa. Yaxşı, adamlar deyir, sabah durub gedəcəm, filan kəsin məclisində iştirak eləməyə, sabah sül gəlib, aparırıq onu da dəfn eləməyə özü. Yaxşı, və talibin dünya vəl-mavtu yətlubu. Bir dəstə də var ki, dünyanın axtarışındadır, dünya onu axtarır, ölüm onu axtarır. Və qafilun, bir dəstə də qəflətdədirlər. Bu dediyimiz şeylərin heç biri onların gözünün qabağında heç nə demir. Bu şeylər heç biri ona heç nə demir. Adam məsələn oturur, görür, hava buludlaşır, bulud yavaş-yavaş gəlir, durur, biraz keçir damın altına ki, bu bulud ki, belə gəlir, yağış yağa bilər də, elə deyir. Ya məsələn, külək gəlir, toz gətirəcək indi, ya məsələn də, kimsə gəlir, durum keçin, mənə görməsin. Bu hadisələr görsən insanda təsir qoyur. Yaxşı, sabah deyəsən, məsələn, soyuq olacaq, yol üçün isti paltarlar hazırlayır. Həm sabah isti çox olacaq, neyim məsələn. Bu məlumdur ki, bu məsələlər, bu hadisələrin gedişatından bu qafil deyir. Anlayır onlara uyğun əlir. Amma Həzrət buyurur ki, bu dünyanın bu boyda gedişatı, özdə bu boyda hadisələr, bulud gəlir, hələ bəlkə heç gəlib çıxmadı, yağış heç bəlkə yağmadı, ya yaxsa nə olacaq, səni istatsa nə olacaq. Amma sən ki, bu sürətlə, bu iştahla dünyanın ardıycan gedirsən, dünya neymətlərinin ardıycan gedirsən, heç dəymir ona. Adam əlin yandırır, ayağın yandırır, nə bilim, köz düzəldir, manqal düzəldir, bitkə, ət pişirir, adını da qoyub kabab, yer heç nə. Sonra vedrə su içir. Elə deyir, dadlıdır da kabab, məsələn, filan yemək yaxşıdır. Ya adam onunla ötürü yaşamaz amma. Yeməyin də yaxşısını yemək lazımdır, onunla dadlısını yemək lazımdır. Ondan sonra Allah onu haram eləməyib. Əslən Allah Quranda deyib ki, وَلَا تُحَرِّمُوا الطَّيِّبَاتِ مَا أَحَلَّ اللّٰهُ لَكُمْ. Allahın sizə halal elədiyi şeyləri öz sizə halal eləmir. وَلَا تَعْتَدُوا. Həddinizi də aşmayın. Yəni mən onu yemirəm. O da bir növ, məsələn, israfda da hədd aşmaq var. Burada da hədd aşmaq var. İnna Allah la yuhibbul mu'tədin. Allah həddini aşanları sevmir. Yaxşı, iyi, eybi yox. Amma ondan ötürü yaşama. Ondan ötürü belə də özü öldürmə, ələği uyandırma. Yaxşı. Bu hadisələrin müqabilində insan qəflətdədir, amma deyir, vəli isə bir məxfulunən. Amma özü məxfulunən deyir. Yəni onu axtaran, onu tapır. Onu kimə lazımdır, onun kamerasının altındadır. Bu elə bilir ki, məsələn, mən hər şeydən təcrid olmuşam, hər şeydən uzaqlaşmışam. Məsələn də, heç Əzrailin yadına düşmürəm, elə deyir. Əzrail buna nisbət qafildir. Bu məxfulunən deyir. Bu qafildir, Əzrailə nisbət, başqalarına nisbət. Yaxşı, onu harada olsa, məsələn, o Allah Teala Quran-ı Kərimdə deyir ki, əynəmə təkunu yudrikkumul mavt və lav kuntum fi burucin müşəyyəd. Hara geçsəz ölüm sizi dərk eləyəcək. Hətta uca və möhkəm qalalarda da olsunuz. Hara pənah gətirsiniz. Əzrailin alt mərtəbədir, üst mərtəbədir, yuxarıdır, aşağıdır. O 1000 metrə dərinlikdə də olanda adamın canını alır. 10.000 metrə yüksəklikdə də olanda adamın canını alır. O qəflətdə deyir. Və əla əsəril mazinə ma yəmzil baqin. Həzrət buyurur ki, heç olmasa bunu fikirləşin ki, bax bu axar bu cürədir də, bu karvan belə gedir. Qabaqda gedənin ardıycan hamı gedir. Karvanın biri gedir, dalıcan da o birisi gedir. Ondan sonra adam gedir, o birisi də onun dalıcan gedir. Həzrət deyir, eyni onun kimidir. Siz fikirləşməyin, məsələn, bu karvan gedir, sizin karvanınız qalacaq. Bu karvanın hamısı belə gedir. Məsələn, içindən yarısı qaydacaq, dala bu yana gedəcək. Yox, elə necə keçmişlər gedib, siz də o cürə gedəcəksiniz. Necə keçmişlər qalmayıb, siz də o cürə olacaqsınız. Necə keçmişlərdən adsan qalıb, bir müddət qalır o da.
Bir həddidə qalır da, daimi qalmır ki, nə qədər adamlar var, unudulur. Mən babamın adını bilirəm, heç mənim uşağım bəzən babasının adını bilmir. Mənim babamın adını bilmir. Mənim babamın adını da bilsə, heç atamın babasının adını bilmir. Bir nəsil, iki nəsil uzaqlaşdırırsan yaddan. Belədir. Allah rəhmət eləsin Şəhriyarı, deyir Heydər baba, dünya yamandır, yalan dünyadır, oğul doğub, dərdə salan dünyadır. Hər kimə nə veribsə də alıbdır, əflatundan bir quru ad qalıbdır. O da hələ də o boyda haqq hesabı ilə qalıb, yoxsa hardan qalardı? O zamanda gör neçə milyonlarla adam yaşayıb, heç birinin adı yoxdur. O da biraz fəlsəfi nə adına məsələn oqqa verib, ona görə adı qalıb, yoxsa hardan qalırdı adı? Ardınca Həzrət ciddi bir şeyə təzədən xəbərdarlıq eləyir, buyurur ki, Əla fəskuru hazimə ləzzat. Həzrət buyurur ki, agah olun, ail olun. Bütün o ləzzətləri məhv eləyən, zay eləyən, adamın ağzında acı eləyən şeyi yadınızdan çıxardın, yaduza salın. Həzrət Rəsullahdan da bu hədis var. Dedi ki, əyyühənnas fəskuru hazimə ləzzat. Dedilər və mahiyə ya Rəsulullah, Həzrət buyurdu ki, əl-mavt. Cəmaat o ləzzətləri məhv eləyən, ləzzətləri acıya çevirən şeyləri tez-tez zikr edin. Sahabə soruşdu ki, ya Rəsulullah, o nədir? Həzrət buyurdu ki, əl-mavt, ölüm. Həzrət deyir, o ləzzətləri aradan aparıra, bir-birinə vurura, onları yaduza salın. Və munəqqisə şəhavat, o şəhvətləri, istəkləri, insan məsələn bir həddidə, o şəhvati istiləri var insanın, istər yeməyə, istər başqa-başqa şeylərə, görsən hamısı adamın zehnində, fikrində zəhərə döndərir. Həzrət deyir ki, onları zəhərə döndərəni yaduza salın. Və qatəəl umniyyat, o arzuları kəsəni yada salın. Nə vaxt? İndəl müsavirəti lil-əmalil qəbihə. O pis əməllərdən ötürü tələsəndə, günah dalıcan getmək istəyəndə, günah eləmək istəyəndə, ya birinə bir pislik eləmək istəyəndə, o şəhvətlərdir, arzulardır, ləzzətlərdir, onları nə məhv eləyir, onları nə acıya çevirir, onu yaduza salın. Qədim belə bir çox söz işlədərlər. Öləcək, hətta biri məsələn biraz artıq tamah olanda, ya yerində olmayanda ona deyirdilər, ölməyəcəksən. İctimai bir qınaq var idi cəmaatın arasında. Dinindən, əqidəsindən asılı olmayaraq, namaz qılıb qılmamağından asılı olmayaraq. Çox namaz qılmayanlar var idi, dünyapərəstlik 0 dərəcədə idi məsələn onlarda. Elə bir kostyum vardı, yay-qış onu geyirdi. Yaxşı, məsələn dünyaya baxırdın, komünist olsa bunun dünyaya bağlantısı yox idi. Dünyaya bağlantısı yoxdur. O zaman ictimai qınaq var idi cəmaat arasında. Cəmaata biraz həddindən artıq, məsələn də o aşanda hər hansı bir mənada, xüsusən maddi məsələlərdə, məsələn, biraz artıq tamah olanda, biraz gecə-gündüz çalışanda, məsələn, deyirdilər ki, ölməyəcəksən, ged yat bir istirahət elə də. Düzdür, məsələn, o demirdi ged 2 rəkət, məsələn, dindar deyir, dəşki ged bir 2 rəkətdə namaz qıldı, at bu, məsələn, lapatqanı yerə, at bu yabanı yerə, qoy bu işi, varındır da, evin var, maşının var, dolanışığın var, bəs də gecə-gündüz özü öldürürsən. Ged 2 rəkətdə namaz qıl. Namaz qılmayan da, məsələn, də fərz eləyək, komünist olsaydı, hətta milliyyətindən asılı olmayaraq, dinindən asılı olmayaraq, özü də, məsələn, insanlar, indi biz o vaxt Ruslarla yaşamış o da verdi. Onların içərisində, məsələn, insanlar var, deyildi. Nəyə lazımdır bunlar, məsələn? Nəyə lazımdır bunlar? Onsuz öləcəkdir. İndi o sözlər yoxdur, kaş indi də olaydı. Bəs hələ sözümüz onda deyil, sözümüz bundadır ki, Həzrət buyurur ki, Fəskuru hadiməl ləzzat, indəl müsavirəti lə'malil qəbihə. O pis işdən ötürü tələsəndə, pis işin dalıcan gedəndə, indi şəri terminlə desək, günahın dalıcan gedəndə və biz hansısa bir pis iş götürək, görək,
çıxardaq ortalığa, adın çəkək, o günah olmasın, deyil, elə pis işin hamısı günahdır. Nə deyirsən de, hamısı günahdır. Həzrət deyir, o işlərin dalıcan gedəndə neynən? O dadları, ləzzətləri, arzuları kəsəni, arzuları məhv eləyəni neynən? Yadınıza salın. Vəstəinullaha əla ədai vacibi haqqı. O Allahın vacib olan haqların, əmrlərin əmələ gətirməkdə, əda eləməklikdə Allahdan köməklik istəyir. Allah sənə deyib namaz qıl. Allah da deyir ki, vəstəinu bis səbr və salat. Allah deyib sən namaz qıl, Allahdan deyir o namaza köməklik istə. Və ma la yuhsa min a'dadi ni'amihi və ihsani. Allahdan kömək istəyin, o qədər nemət və ihsan ki eləyirsə ki, sayılmaz olar, sayılmaqla qutarmaz. O nemətlərdən bəhrələnməklərdən, o ihsanlardan bəhrələnməkdən ötürü neynən? Allahdan köməklik istəyin. Sonra başqa hədislərdə məsələn işarə eləyir, müminin sifətlərindən danışıb, buyurur ki, əkyəsul müminin əksərihum zikrən lil mevt. Möminə əkyəs, kəyyis zirək mənasındadır. Zirək də bu fiziki zirəklikdən getmir söhbət, huşdan gedir söhbət. Huşlu, zəkalı, düşüncəli, ən çox düşüncəli adam, huşlu adam, ağıllı adam nə cəhət kimdir? Ölümü çox zikr eləyən adamdır. Əkyəsun nasi və əhsəmuhum. Deməli, insanların ən zirəyi uzaq görənlərdir. Uzaq görənlər. Məsələn, deyirlər, filan kəs uzaq görən adamdır. Vaxtında, nə bilim, onu aldı, bunu satdı, özü üçün nələrsə yaratdı. Amma doğrudan da görək, o uzaq görəndir, deyirlər, hə, behişdə neynəyib özü üçün? Axirət üçün, bunun uzaq görən o dərəcədə də axirətin də fikirləşib. Əgər həqiqətən axirətin də fikirləşib, burada nəyisə alıb, nəyisə satıb, Allahla alver eləyib, axirətdə də özü üçün bir şey qurub, qoşubsa, onda doğrudan da zirəng adamdır. Yox, elə zirəng olub dünyada 3 mərtəbə ev tikib, nə bilim, neynəyib, bir mərtəbədə yaşayan da öləcək, bayaq əvvəldə dedi, 2-ci mərtəbədə olsa, 3-cü mərtəbədə olsa, kimin çox olsa, dacıda orada hesab kitabı çox olacaq. Hətta, məsələn, bəzən o haqqın yadını düzgün əda eləməyəndə deyirlər, o nə olsa dalına yükləyəcəklər, o mərhələləri çiynində aparacaqlar. Yaxçı, Ülaikə humul əkyas zəhəbu bi şərəfid dünya və kəramətil axirə. Həzrəti Rəsullahdan deyir, səhv eləmirəmsə, rivayət bir dəstənin barəsində deyir, Ülaikə humul əkyas. Bunlar çox huşlu adamdılar, zəkalı, düşüncəli adamdılar, ağıllı adamdılar. Niyə? Zəhəbu bi şərəfid dünya və kəramətil axirə. Həm dünyanın şərafətinin ardıycan gediblər, həm də axirət kəramətinin ardıycan gediblər. Yəni, həm dünyada izzətli, şərəfli yaşayıblar. Eyni halda da axirətlərin neynəyim. Ola bilər insan dünyadan izzəti nəfsin qorusun. Cəmaat içərisində, cəmiyyət içərisində özün saxlasın, ehtiramını saxlasın, elə təbii, belə qayda qanunu ilə hamı buna ehtiram eləsin. Niyə? Çünki hamı ilə ehtiramla rəftar edir, filan edir və sməkan edir. Amma məsələn, axirət payı olmasın. Həzrət deyir, ən zirəyi budur ki, eyni halda ki, dünyada bunu qazanıb və bunu qoruyub saxlayır, axirət kəramətində neynəsin? Ələ gətirsin. Allah Muhammed, Ali Muhammed xatirinə bizi bəyəndiyi bəndələrdən qərar versin və səlamu aleykum və rəhmətullah və bərəkatuhu.